Allahın kəlamından danışırıq və Allah kəlam vasitəsilə özünü bizə aşkar etməsindən. Çox maraqlıdır ki, əgər Allah özünü insana aşkar etməsə, mümkün deyil ki, biz insan öz təvəkkülümüz ilə, elmimiz ilə, biliyimiz ilə Allah haqqında hansısa bir biliyə sahib olaq. Mümkün deyil. Niyə mümkün deyil? Çünki biz fiziki dünyada yaşayırıq. Allah ruhsaldır. Bizim dünyalar tamamilə ayrı-ayrı olduğuna görə biz fiziki anlayışlar ilə ruhsal Allah haqqında heç nə başa düşməyəcəyik. Mümkün deyil. Əgər Allah özünü aşkar etməsə və Allah özünü aşkar etməkdə maraqlıdır. Allah insanı yaratdığı gündən indiyə qədər özünü insanlara bəlli edir. Elə yerlər var ki, harada məsihçi cəmiyyətləri yoxdur. Orada imanlıların sayı da bəlkə azdır. Allah yuxularda və röyalarda özünü göstərərək insanlara olan məhəbbətini göstərir. Ona görə Eyüp çox maraqlı bir sözlər deyir. Əgər bəşər övladı səni dinləməsə, yuxusuna gəlirsən. Özünü aşkar edirsən, göstərirsən onu özünə. Allah maraqlıdır ki, biz insanlar yaradan Allahımızı tanıyaq. Amma Allahın cəmiyyəti olan yerdə biz Allah haqqında insanlara danışırıq. Müqəddəs kitab Azərbaycan dilinə tərcümə edilib və biz ana dilimizdə Allahın kəlamını oxuya bilərik. Bu bizim xalqımız üçün böyük xeyir-duadır. Bilirsiniz, bu böyük xeyir-duadır. Biz ana dilində Allahın kəlamını oxuya bilərik və ana dilində biz Allaha ibadətlərimizi edirik. Allah çox maraqlıdır ki, biz onu tanıyaq və biz onu tanıdıqca biz başlayırıq dəyişilməyə. Əgər geriyə dönüb iman etdiyimiz günləri xatırlasaq, çünki bir gün oldu ki, biz Məsih isə iman etdik və bu günü gözümüzün qabağına getirsə, deyəcək ki, xeyli şeylər dəyişildi. Yox, xeyli şeylər dəyişildi. Bunlar da dəyişilsəydi yaxşı olardı, amma o başqa mövzudur. Amma çox şeylər dəyişildikdə bizdə beləncə bir deyim var, hansı ki, əslində müqəddəs kitabda da öz yerini alır. Allahın camalını seyr etdikcə özümüz də dəyişilirik. Allahın camalını necə seyr edə bilərik? Musa Peyğəmbərin dövründən bəhs edərək müqəddəs kitabda 2-ci Korinfillərdə 3-cü fəsildə xüsusi bir hadisəni qeyd edir. Xüsusi bir hadisə idi. Sıradan bir hadisə idi. Allah Musa Peyğəmbəri Sinay dağına çağırır və 40 gün, 40 gecə o Sinay dağında idi. Və oradan aşağı enəndə Allahla o keçirdiyi vaxtdan Allahın izzətini öz üzündə əks etdirirdi. Təsəvvür edirsiniz, üzü dəyişilmişdi. Yazılıb ki, üzü parlayırdı. Və həmin o parlaqlığı insanlar görməsin deyə, bilirsiniz Musa nə etdi? Üzünü örtdü. Heç kim görməsin. Amma bizim üçünsə çox maraqlı bir fikirlər yazılıb. İstəyərdim ki, bu ayələrə diqqət yetirək. Hətta bu günə qədər Musanın yazıları nə vaxt oxunursa, onların ürəklərini bir niqab qaplayır. Amma kim Rəbbə tərəf dönürsə, o vaxt niqab aradan qaldırılır. Rəbb ruhdur. Rəbbin ruhu hardadırsa, azadlıq da oradadır. Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin sürətində dəyişilirik. Ruh olan Rəbbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır. Maraqlıdır ki, yazılıb ki, insanlar örtük qoyurlar və deyir, o örtük Musa hansı ki üzünə qoymuşdu, bir çox insanların ürəyində həmin o niqab dayanır, o örtük dayanır. Biz o örtüyü haçan götürülə bilər? İnsan ürəyində, daxilində Allahı axtarmağa başlayanda. Əgər bir insan Allah haqqında fikirləşirsə, Allah haqqında düşünürsə, mən deyərəm, sənə müqəddəs kitab lazımdır. Və burada ünvanlamaq istəyirəm, əgər müqəddəs kitab istəyirsə, cəmiyyətlərdə pulsuz müqəddəs kitablar var. Bizə deyə bilərsiniz, digər cəmiyyətlərə müraciət edə bilərsiniz. Müqəddəs kitabı götürün və oxuyun. Çünki Allah müqəddəs kitab vasitəsilə özünü aşkar edir. Biz yazılıb ki, açıq üz ilə Allaha seyr edirik. Açıq üz ilə Allaha baxırıq. Və biz öz üzümüzü Allahdan gizlətmədiyimizə görə
öz özümüzü Allahdan gizlətmədiyimizə görə biz dəyişilirik. Biz haçan gizlədə bilərik? Xatırlayırsınızsa, Adəm və Həvva günah etdikdə onlar nə etdilər? Qaçdılar, gizləndilər. Qaçdılar və gizləndilər. Mən deyirəm, nə qədər də böyük bir fəxr ilə Allahın qarşısına gəldiyimizi düşünürük. Amma hər halda isə biz həmişə onun qarşısındayıq və onun qarşısında uğurlarımızla, nailiyyətlərimiz ilə, xidmətlərimiz ilə, əldə etdiyimiz işlər ilə böyük bir sevinclə danışırıq. Amma uyğun gəlməyən bir iş görəndə nə edirik? Bəlkə dəyişək münasibətimizi. Çünki onsuz da o bizim bütün işlərimizi biləndir. Onsuz da müqəddəs kitab vasitəsilə biz bilirik ki, o bizim dəyişilməyimizdə maraqlıdır. Və o dəyişilməyi bizim həyatımızda tətbiq etməsi üçün bizdən bilirsiniz nə istəyir? Üzünü mənə açıq saxla. Məndən gizlənmə, məndən qaçma, açıq üzlə mənə bax. Hətta səhv edəndə, hətta doğru hərəkət etməyəndə, hətta Məsihçiyə yaraşmayan tərzdə davrananda səhvini boynuna alan ol, nəinki başqasını öz səhv işlərində günahkar bilən. Nə qədər asandır bizə. Nə qədər asandır bizə başqasının səhv hərəkətlərini görmək. O peşəkarıq bunda. Yəni o qədər peşəkarıq ki, bir gözünün baxışı ilə süzüb çilçirik və hər şeydən xəbərimiz olur. Amma özümüzün elədiklərimizdən sanki bir xəbərik. Və məsihçilər arasında belənçi bir dua var. Ya Rəbb, bildiyim və bilmədiyim günahları mənə bağışla. Yəni sən bilmədin harda səhv etdin, sən bilmədin harda zərər vurdun, sən bilmədin ki, haçan uyğun olmayan bir hərəkət etdin. O, bilməliyik. Özümüzə diqqət yetirək, özümüzə diqqət yetirək. Burada çox maraqlı bir fikir ki, biz açıq üz ilə Allaha baxdıqda o bizdə görünməyə başlayır. Bu da necə gözəl sözlərdir. Üzümüzü ondan gizlətməyəndə, ürək niyyətlərimizi onun qarşısında gizlətməyəndə, qorxularımız, həyəcanlığımız, zəifliyimizi ona deyəndə, ya Rəbb zəifəm. Niyə bacara bilmədiyimiz, öhdəsindən gələ bilmədiyimiz işlər üçün sinəmizə döyək deyək ki, edəcəyik. Bəlkə səmimi olaq deyək ki, ya Rəbb yoruldum, bəlkə bunu bacarmayacağam, buna taqətim çatmayacaq. Əgər sən mənə güc verməsən, bunu edə bilməyəcəm. Amma əslində ki, bu gerçəklikdir, bu doğrudan da elədir. Rəbb bizə güc verən Allahdır. Rəbb bizi təmin edən Allahdır. Rəbb bizə dəstək verən Allahdır. Və nəinki o dəstəyi bizə vermək istəyir, səma altında yaşayan bütün insanlara, millətindən, irsindən, cinsindən, təhsilindən, sosial səviyyəsindən asılı olmayaraq, bütün insanlara vermək istədiyidir. Bizdən gözlədiyi bir şeydir. Üzünü məndən gizlə. Açıq üzlə mənə bax. Güclü olanda gəl, zəif olanda gəl. Uğurlarınla sevin, səhvlərini isə etiraf elə. Səhvlərini etiraf elə. Bizdə yaxşı bir söz var. Səhvini boynuna al. İstəyərdim tez-tez istifadə etdiyim Bill Johnson sözündən istifadə edim bu səfərdə. Çox maraqlı bir düşüncədir. O belə deyir. Kifayət deyil ki, İsa Məsih öz həyatına dəvət edəsən. Bu vacibdir. Bu vacibdir. Biz hamımız Məsih İsa'na öz həyatımıza dəvət edirik. Bill Jones deyir ki, əzizlərim, bacılar və qardaşlar, bu əslində kifayət deyil. Onun sənin həyatını idarə etməsinə də icazə ver. Bu fikir aydındır. Nə qədər də asandır, nə qədər də gözəl səslənər. Ya Rəbb, sən mənim Rəbbimsən, məni idarə edənsən, sənsən, sənə görə canımı da verərəm. Mən dedim, canı vermək lazım deyil əslində. Bilirsiniz nə lazımdır? İcazə ver ki,
o sənin həyatını idarə etsin. Və biz bu düşüncədə, bu sözlərdə bir fikir yaranır. Mən necə icazə verim ki, Allah mənim həyatımı idarə etsin? Yəni oturum, gözləyim ki, açın Allah mənə desin dur və mən durum gedim. Yəni mən necə icazə verim ki, Allah mənim həyatımın idarəçisi olsun? Çox sadə, çox sadə. Müqəddəs kitabda öyrəndiklərimizi gündəlik həyatda yaşatmaq ilə. Öyrəndiklərimizi ürəyimizdə yer vermək ilə. Əgər biz müqəddəs kitabda oxuduqlarımızı, necə gözəl səslənir. Filan kəs bunu oxusaydı nə yaxşı olardı, həyatı dəyişilərdi. Olur sizdə elə şeylər. Ayəni oxuyanda sanki başqasını ünvanlamaq istəyirsiniz. Amma müqəddəs kitabın ayəsi fərdi şəkildə hər birimiz üçün ünvanlanmışdır. Allahın bizə olan məktubudur. Koloslar məktubunda 3-cü fəsil 5-ci, 7-ci ayədə çox maraqlı bir düşüncə var və mən deyərdim, Rəbbə icazə ver sənin həyatını idarə etsin mövzusunda yer alan düşüncələrdir. Buna görə cisminizin dünyavi meyilli olan cinsi əxlaqsızlığı, mundarlığı, şəhvəti, pis etirazı, bütpərəstliyə tay olan tamahkarlığı öldürün. Bu da ciddi bir çağırışdır. Öldürün dedikdə öz hisslərində, öz arzularında ona yer vermə. Qoy onlar səndə yer almasınlar. Bu düşüncə tərzi səndə yer almasın. Bu düşüncə tərzi səndə yer almaması üçün sən özünə nəzarət etməlisən. Özünü nizamlamalısan. Nizamlamalısan oxuduğun kitablar ilə, baxdığın kinolar ilə. Sən bunlarla özünü nizamlayırsan. Əgər özünü Rəbbə aid edərək əxlaqsız kinolara baxırsansa, nə gözləyirsən? Əgər Allah haqqında gözəl sözlər danışırsan, amma ürəyində bir şəhvətə yer vermisənsə, nə nəticəyə gəlib çıxmaq istəyirsən? Ürəyini Allah yolunda qorumuş ol. Və burada müqəddəs kitab vasitəsilə Allah bizə deyir ki, öldür bunları özündə. Qoy bunların adı belə çəkilməsin səndə. Və bu şeylərə baxanda çox belə ciddi səslənən əxlaqsızlıq, mundarlıq, şəhvət, tamahkarlığı öldür. Başqasının malına, başqasının uğruna, başqasının nalətinə göz qoymağa. Boyda. Öldürək onları özümüzdə. Səmimi olaq. Səmimi olaq. Açıq üz ilə Allahın qarşısına gələk. Əgər özümüzdə hələ öldürmədiyimiz deyəndə mən məcazi mənada deyirəm. O məcazi mənanın mənası ondadır ki, ürəyində əgər bu istəklər hələ də haradasa qalırsa, açıq üz ilə Allahınla bu barədə danış. Ya Rəbb, məni bundan azad et. Ya Rəbb, bunu məndən azad et. Allahın davamlı olaraq sənə bəxş etdiyi lütfdən məhrum olmayasan deyə. Allahın davamlı olaraq sənin üçün verdiyi lütfdən özünü məhrum etməmək üçün Allah ilə açıq üzü ilə danış. Bu parçanı oxumağa davam etdikdə Koloslar məktubu 3-cü fəsildə çox maraqlı münasibətlər barəsində danışır. Burada bizim daxilimizdə, hisslərimizdə yer alan fikirlərdən sonra isə münasibətlər barəsində danışır. Valideyn-övlad, ər-arvad münasibətləri çox yaxşı və faydalı olan bir mesajlardır bizim üçün. Və mən tövsiyə eləyərdim ki, oxuyun, bu günləri evə qayıdanda Koloslar məktubu 3-cü fəsli özünüz üçün oxuyun və bu barədə düşünün. Sonra 8-ci və 10-cu ayələrdə İlhamdan xahiş eləyərdim oxusun. Çox maraqlı düşüncələrdir. İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın. Bir-birinizə yalan deməyin. Çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun. Maraqlanır. Yeni mənliyimiz təzələnir. Yeni mənliyimiz biz necə təzələnir?
Allah haqqında biliyə malik olduğumuz halda. Nə qədər çox Allah haqqında biliyə malik oluruqsa, o qədər də çox təzələnməyimiz baş verir. Biz Allah haqqında biliyə necə malik ola bilərik, əgər müqəddəs kitabı araşdırmırıqsa, əgər müqəddəs kitaba güzgü kimi baxmırıqsa, əgər özümüzü müqəddəs kitabda yazılan təlimə uyğunlaşdırmırıqsa. Çox maraqlı bir fikirlərdir. Bundan öncəki ayədə deyir ki, bu hisslərin adı səndə çəkilməsin. Öldür. Tamamilə öldür ki, olmasın, yer almasın səndə. Sonra isə deyir, qəzəbi, hiddəti, kini, başqasına ata biləcəyin böhtanı, ağzından çıxan nalayiq sözləri, ədəbsiz sözləri özündən kənarlaşdır. Səmimidirsə, hamımız bu ilə əziyyət çəkirik. Hamımız yaxşı olmaq istəyirik. Hamımız istəyirik ki, Məsihdən öyrəndiyimiz nümunəyə görə yaşayaq. Hamımız bunu istəyirik. Amma bəzən kontrolu itirərək özümüzdən çıxırıq. Bəzən başqasının hərəkəti o qədər xoşumuza gəlmir ki, onun haqqında danışmaq istəyirik. Və bilirsiniz, deyirəm ki, ən çətin çəkdiyimiz məsələlərdən biri yalandır. Yalan bir acı həqiqətdir. Üzr istəyirəm, həqiqət bir acıdır. Amma yalan isə o qədər şirindir ki, yəni yalan ilə bütün məsələləri asanlıqla həll edib və yalanı özümüzdən atmağa əziyyət çəkirik. Onun ki, müqəddəs kitab deyir ki, onu özündən qoyma. Qoyma sən də yer alsın, kənara qoy. O sənin köhnə mənliyinə aiddir. Təzə mənliyin isə acı səslənsə də qoy doğru olsun. Yeni mənliyiniz dəyişilir. Nə qədər çox Məsih haqqında eşidirik, nə qədər Məsih haqqında öyrəniriksə, o qədər də dəyişilməyə meyil göstəririk. Bilirsiniz, Məsih İsa ilə ömrümü yaşamaq arzusundayım. Biz Məsihçilər belə danışırıq. Ümumiyyətlə, biz Məsihçilərdə öz aramızda və tək Azərbaycanda deyil, bütün xalqlar arasında oxşar fikirlərimiz var. Biz eyni tərzdə danışırıq və deyirəm, bizim tərzimiz unikaldır. Bu xüsusi özünə məxsusluq var. Allahla ömür yaşamaq. Hansı xalqlarda, hansı başqa bir dində bu düşüncəni rastlaşa bilərik ki, Allah ilə ömür yaşamaq. Haçan ibadətim ilə yaşadığımı ayırmıram. Mən ayırmıram. Bu ayrılan bir şeylər deyil. Mən Məsihə məxsusam. Necə sözlərdən biz istifadə edirik? Mən Məsihə məxsusam. Və bu sözlərlə biz ifadə edirik ki, mən artıq öz arzu istəklərimin ardınca gedən deyil, məni sevən və özünə cəlb edən Allahın iradəsini hər şeydən üstün tutub önəmləmək istəyirəm. Maraqlı bir düşüncələrdir, hansılar ki, bizim aqibətimizi təşkil edir. Bu düşüncələr bizim aqibətimizi təşkil edir. Biz nəyə görə sözdən istifadə edirəm? Çünki bu günləri biz nəyi düşünürüksə, bu günləri hansı fikri özümüzdə yaşadırıqsa, o bizim hisslərimizə elə qarışır ki, həmin o düşüncələr bizim hərəkətlərimizə keçir. Ona görə müqəddəs kitab aydın deyir ki, dil ürəyin dolğunluğundan danışır. Nənələrimiz isə deyirdi ki, vallahi nə var dilimdə deyə ürəyim təmizdir. Müqəddəs kitabda yox. Ürəyində nə saxlayırsan, hansı hissləri bəsləyirsən, dilin onu deyəcək. Dilin onu gizlədə bilməyəcək. Ədəbsiz şeyləri kənara ataq. Dünyavi meyilliyi özümüzdə öldürək. Çünki bu bizə aid olan bir pay deyil. Bu bizə aid olan bir məsələ deyil. Müqəddəs kitab vasitəsilə biz öyrənirik ki, biz dəyişilməyimiz üçün can atmalıyıq. Bilirsiniz, biraz öncə də bunu demişdim, təkrar etmək istəyirəm bu fikri ki, bu dəyişiklik mexaniki olmur. Yəni, illər keçəcək, hər şey yaxşı olacaq. İşləmir o. Əgər özümüz dəyişilmək istəmiriksə, əgər özümüz dəyişilmək istəmiriksə, bizi heç nə dəyişdirə bilməyəcək. Amma əgər bir çalışqanlıq, bir həvəs, bir səy varsa, Allah bu dəyişiklikləri bizdə təmin edəcəkdir.
Gəlin davam eləyək və bilirsiniz bu ayələri oxuduqca çox gözəl sözlər var və bütün fəsli oxumayacağam, amma bir neçə parçalara toxunacağam bu fəsildə. 3-cü fəsil 12-ci, 13-cü ayələrə diqqət yetirək. Görüncə maraqlı fikirlərdir. Beləliklə Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbrə bürünün. Bir-birinizə dözün və bir-birinizin digərindən şikayəti varsa bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. Maraqlıdır, hə? Bir parçada deyir ki, bəzi şeylər var ki, hansı dünyada çox məşhurdur. İnsanlar bunu sadə bir həyat tərzi kimi edirlər. Sən özünü Məsihə aid edən adı çəkilməsin səndə. Bəzi şeylər var ki, hansılar ki, Rəbb kömək edir onlardan azad olmaq. Onları kənarlaşdır, özündən uzaqlaşdır. Bu, sənin paklanma, təmizlənmə, Allahla yol getməyində sənə kömək edən bir fikirdir. Sonra isə deyir, Məsihə aid olduğuna görə ürəkdə yaşat mərhəməti, xeyirxahlığı, itaatkarlığı, həlimi və səbri ürəkdə yaşat. Əgər onlar sənin ürəyində yer almayıbsa, qollarına da yazsan, qollarını bağlasan da, yox, futbolkalar düzəldib, üstündə yazsan ki, mən mərhəməti hər şeydən üstün tuturam, işləmir, əgər ürəkdə yer yoxdursa. Əgər mərhəmət haqqında danışıb, əgər xeyirxahlıq haqqında öyrədib və itaatkarlığı vacib tutub, amma ürəkdə onu etmiriksə, dediyimiz sözlər sadəcə havada əriyən sözlərdir. Heç bir mənası yoxdur. Qoy o sözlər ürəyimizdə yer alsın. Qoy o sözlər Məsihdən öyrəndiyimiz təlimə görə bizim içimizdə sarsılmayan bir həyat tərzinə çevrilsin. Dözün bir-birinizə. Səbirli olun bir-birinizə. Orada necə maraqlı bir münasibətdir, hə? Əgər kiminsə şikayəti varsa deyil, bağışla. Şikayətin var, bağışla. Niyə ya Rəbb? Rəbb səni bağışladığı kimi sən də bağışla. Maraqlı bir münasibət deyilmi? Bəs buradan Allahın padşahlığı başlayır. Bəs buradan Allahın padşahlığı həyatımızda yer tutur ki, haçan bizim daxilimizdə olan o düşüncələr sonra zahir alır. Görsənməyə başlayır. Bilirsiniz, harada görsənməyə başlayır? Bizim rəftarımızda, davranışımızda başlayır aşkar olunmağa. Bu insanın ürəyində bu şeylər var imiş. Bir neçə ayəni buraxaraq 23-cü, 25-ci ayələri biraz etələmək istəyərdim. Zəhmət olmasa bu ayələri biz üçün oxu. Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can dildən edin. Maraqlı bir fikirdir. İstəyərdim bəlkə bunda bir neçə saniyə dayanaq. Gördüyünüz hər işi insanlar üçün deyil. Hər işi. Hansısa iş yazılmayıb, yox. Hər işi. O iş ibadətdir. O iş yerindədir. O iş ailəndədir. O iş münasibətlərdədir. Olduğun hər bir yerdə nə iş görürsənsə, kimisə razı salmaq haqqında fikirləşirsənsə, ilk əvvəl Allahı razı salmağı düşün. Əgər gördüyünün işi Rəbb naminə etdiyini ürəyində saxlayırsansa, onda bilirsən necə edəcəksən? Ən yaxşısını. Ən yaxşı işçi olmaq üçün çalışacaqsan. Ən yaxşı həyat yoldaşı, ən yaxşı valideyn, ən yaxşı övlad, ən yaxşı dost olmaq üçün əlindən gələni edəcəksən. Çünki bunu Rəbb naminə edirsən. Bu da necə maraqlı bir fikirdir. Çox maraqlı bu fikrə İsa deyir. Əgər mənim adım naminə bir kiçiklərdən birinə şagird olduğuna görə su versən, mükafatını itirməyəcəksən. Mən sizə deyirəm, biz sudan da artıq şeylər verə bilərik. Sevgi göstərə bilərik, qayğı göstərə bilərik, mərhəmət edə bilərik, bağışlaya bilərik. Hansılar ki, insanın həyatı üçün çox önəmlidir və təəssüf olsun ki, müasir dövrdə onlar itirlər, yox olurlar. İnsanlar belə olmaq istəmirlər. Bunu bir zəiflik bilirlər. Biz isə bilirik əslində bu zəiflik deyil. Bu, Rəbbin bizdə göstərdiyi bir gücdür. Və sonra davamında nə deyir? Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız.
Çünki siz Rəbb Məsihə qulluq edirsiniz. Kim haqsızlıq edərsə, işlətdiyi haqsızlığın əvəzini alacaq. Çünki Rəbb tərəfkeşlik etməz. Çox maraqlıdır ki, özümdə də bunu mən gördüm. Bəzi ayələri oxuyanda natamam oxuyuram mən də. Yaxşı tərəfləri deyirəm, qorxulu tərəfləri demək istəmirəm. Və sonra axı bu doğru deyil. Allah bu sözlərlə bizi agah edir. Allah bizə xəbərdarlıq edir. Əgər bu tərzdə yaşayırsansa, əgər Məsihçiyə aid olmayan keyfiyyətləri özündə öldürürsənsə və digər keyfiyyətləri kənara atmaq üçün səy göstərirsənsə, açıq üz ilə Allah qarşısında yaşayıb ürəkdən mərhəməti, xeyirxahlığı, sədaqəti, sevgini göstərirsənsə, o deyir, bil, bunun əvəzində irs alırsan. Yox, əgər özünü Məsihə aid edib, amma bu hissləri, bu düşüncələri özündə yaşatmırsansa, kim haqsızlıq edir? Kim haqsızlıq edir? Kim özünü bu təlimə uyğunlaşdırmır, onun əvəzini alacaq. İstəyərdim sonda Tim Kellerin bir ifadəsini deyim. O ilahiyyatçı və pastordur. Çox maraqlı bir fikri var onun. 23-cü ildə Rəbbə qovuşdu. Çox maraqlı bir söz deyir. Gündəlik işiniz Allahın sizə çağırdığı və bacarıq verdiyi bir sahədə onun üçün bir ibadətdir. Maraqlı diyor. Ayə deyir, hər işi Kim Teller həmin o ayə öz münasibətini bildirərək deyir ki, gündəlik işiniz, gündəlik, kimsə tələbədir, kimsə abituriyentdir, kimsə işləyir, kimsə idarə edir, hər işiniz Allahın sizi çağırdığı və bacarıq verdiyi bir sahədə onun üçün bir ibadətdir. Bizim Allaha etdiyimiz ibadət bizim həyat tərzimizdir. İşinizin növü fərq etmir. İşinizin növü fərq etmir. Nə sahədə olursansa ol, hansı sahədə çalışırsansa çalış, Rəbb naminə etdiyin kimi et. Onda yazılıb. Bilin ki, Rəbdən bunun əvəzini irs olaraq alacaqsınız. Çünki siz Rəbb Məsihə qulluq edirsiniz. Və biz deyirik, amin. Həmin o irsi almaq arzusundayıq. Amin. Bugünə bölüşmək istədiyim bu idi.